Sir Alex Fergusonun ən yaxşı 11-liyi. Qapıcı Peter Schmeichel, Edwin van der Sar, David De Gea. Bunlar arasında ən sevdiyim qapıcı David De Gea'dır. Amma biraz belə baxsaq, gəl Van der Sar deyək də. 2 dənə final görür Van der Sarla. Çempionlar Liqasından söhbət gedir. Sağ cinah müdafiəçisi Antonio Valencia, Rafael da Silva, Gary Neville. Belə sağ cinah müdafiəçilərindən mən. Gary Neville. Sol cinah müdafiəçiləri Dennis Irwin, Gabriel Heinze, Patrice Evra. Irvin mənə bağışlasın, amma Patrice Evra. Mərkəz müdafiə Jaap Stam, Steve Bruce, Nemanja Vidic, Rio Ferdinand. Vidic Ferdinand. Sağ cinah yarım müdafiəçisi David Beckham, Cristiano Ronaldo. Hə, böyle Ronaldo'nun yarım müdafiəçi kimi qoymusan da. Məcbur Cristiano Ronaldo. Sol cinah yarım müdafiəçisi Ashley Young, Luis Nani, Ryan Giggs. Ryan Giggs. Mərkəz yarım müdafiə Darren Fletcher, Juan Sebastian Veron, Michael Carrick, Paul Scholes, Roy Keane. Klassikan seçək də. Paul Scholes, Roy Keane. Hücum xətti Ole Gunnar Solskjaer, Dwight York, Andy Cole, Eric Cantona, Wayne Rooney, Ruud van Nistelrooy. Uf, burada çətindir ha, burada çətindir. Wayne Rooney 100% qalır. Dwight York'la Andy Cole'u ayrı-ayrılıqda seçmək olmazdı. Bunlar tandem olaraq güclü idilər. Manchester United-da söhbət gedirsə. Təcə Sheringham adını demədim sən. Çox bağışlayıram sənə. Və Ruud van Nistelrooy.